Qurban Bayramı günlərində əhaliyə göstərilən baytarlıq xidmətlərinin operativ və təhlükəsiz təşkili, heyvan sağlamlığının qorunması, eləcə də sanitariya-gigiyena tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə Respublikanın bütün bölgələrində diri heyvan satış yerlərinə və kəsim məntəqələrinə baytar mütəxəssislər təhkim olunub. Hazırda diri heyvanların satış yerlərində bayramdan öncə dezinfeksiya işləri görülür. Ağır Xidmətlər Agentliyinin verdiyi göstərişə əsasən əvvəldən müəyyən olmuş dislokasiya yerlərində qurban kəsimi aparılacaq kəsim məntəqələrində, həmçinin diri heyvan satılacaq məntəqələrdə bizim əməkdaşlar heyvan sağlamlığının müəyyənləşməsi işini məşğul olacaqlar. Yəni heyvanlara ümumi klinik baxış keçiriləcək. Heyvan sağlamlığı sağlam olmayan heyvanlar əgər aşkar olunarsa, müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikası Qida Təşkil Agentliyinin əməkdaşlarının biri də həmin heyvanları uzaqlaşdıracaqlar, satışa və kəsimə buraxmayacaqlar.